Fiziki sahələrdə, yəni bütün sizin dediklərinizi nəzərə alaraq, fiziki sahələrdə uşaqların və təbii ki, onların valideynlərinin həmin o sağlam mühiti təmin etmək üçün nələrin olmasını siz önəmli hesab edirsiniz? Mütləq sahə olmalıdır ki, o sahədə uşaqlar velosiped sürə bilsin, məsəl üçün, qaşdı tutdu oynasınlar, maşınların keçə bilmədiyi ərazi olmalıdır ki, bilirsiniz ki, ora maşın keçməyəcək, yəni ən azından rahatsız. Qum ola bilər, məsəl üçün ki, uşaqlar qumla nəsə oynaya bilsinlər. Mütləq valideynlərin oturmağı üçün ki, rahat axşam düşdülər, məsələn, oturdular, söhbət elədilər. Bisetka deyirdik biz. Söhbətgah. Belə bir məkan ola bilər. Mühafizə ola bilər. Nə üçün? Ki, hər dəfə bu velosipedlər, kalaskaları evə qaldırmayasan, rahat həyətdə saxlaya biləsən. Gündəlik komfort, təbii ki. Mən düşünürəm ki, o da valideyn üçün əziyyətdir. Hər dəfə onu düşür, hər dəfə qaldır, amma rahat qoya bilirsənsə, bu da bir amildir. Sonra yəqin ki, bizə sosial bacarıqlar bir də necə formalaşır? Məsələn, uşağı zibil tullamağa göndərirsiniz, çörək almağa göndərirsiniz. Və məsələn, həyətdə rahatlıqla binadan çıxmayaraq, həyətin yanında belə bir yer varsa ki, uşaq getdi, zibili tulladı, çörək aldı, qalxdı, məsəl üçün, bu uşaqlar üçün çox önəmlidir. Əslində onların özgüvənini də formalaşdırır. Çünki uşağın özgüvəni biz onu tərifləyəndə yox, o nəsə bacaranda formalaşır. Alınanda. Bəli, alındı, mən bunu bacardım. Çünki o sosial mühitə düşüb, digərlərindən nəyisə daha çox bacardığını görəndə onda özgüvən formalaşır. Amma indi valideynləri də başa düşürəm, yol keçməlidir ki, zibil atsın və ya trasa çıxmalıdır ki, zibil atsın, çörək alsın. Ona görə yəni bu valideynlərin də narahatçılıq yarada bilər.